Məsəl arz eləyim ki, mən 67-ci ildə təqribən o illər ki, az qala idi cəng qutara. Bəli. O zamanda biz Cəzirə Məcnunda, Yəni deməklə bir ildən az qalırdı ya. bəli, bir ildən az qala idi cəng. Müharibə qutula. Bəli, bu təqribən 4-cü ayda Cəzirə Məcnunda Məcnun bir məntəqədir, müharibə məntəqələrindən biridir. Bəli, çox məşhurdur. Əraq və İran, bəli, məruf bir yerdir. Bir seri qardaşlarla orada müharibədə bir ittifaqat düşdü ki, nəhayətən biz mühimmatımız qutardı və bir seri qardaşlar şəhid oldu, bir seri məcruh oldu və bizdə Tofiq-i şəhadət yoxumuz idi. Nəhayətən əsir olduq. Əsir oldunuz. Onda İraq hücum eləmişdi ya İran hücuma getmişdi? O zaman Əraq həmlə eləmişdi ki, bu bombayı şimyayı vuraydılar. Kimyəvi maddələrdən istifadə edir. Maddə şimyaları ki, vuraydılar. Daldan kollan bu tubxanaları, tanki, bu yeganə poştibanı ki, dalda var idi, lojistiklər. Bunları hamısına şimyayı vurdular. Biz də Cəzirə Məcnunda vəsətdə idik. O əndazə ki, mühimmatımız var idi. Hamısını istifadə elədik qardaşlarla. Nəhayətən də mühimmatımız qutardı. Daldan da kömək yetişməydi. Çünki şimyayı vurmuşdular. Qordan tubxanaya, tanca, bunların hamısı bombaran olmuşdu. Nəhayətən də heç əlacı yox idi. Neçə nəfər o həmən gün əsir düşdünüz? Neçə nəfər idi? Bəli, hududan o günü 34 nəfər təqribən. Hamımız bir yerdə əsir oldunuz. Bəli, bir qrup idi. Onda bəzi uşaqlar və qardaşlar şəhid oldular. Bəziləri məcruh oldular, yaralandılar. Bəli, sizi orada Məcnunda təqribən müharibənin axır ilində bir neçə ay qalırmış atəşkəs ola. Bəli. 4-cü ayında buyurdunuz. Bəli, 4-cü ayında. Sizi əsir tutdular və birinci dəfə sizi hara apardılar? Buyurun. Bəli, oradan bizi bəd əzin ki, əsir olduq. Bir böyük maşınlar idi. Bizim onlar ki, şəhid olmuşdular, onlar qaldılar. Və onlar da ki, yaralı idilər. Onlarla bizi o böyük maşınlara mindirdilər. İsmi Ayfa maşını. Bizim qollarımızı bağladılar, qışlarımızı da bağladılar, apardılar Bəsriyə. Ki, əlbəttə onda da üçün bizim pirahanizadə hamısını çıxartmışlar. Çox da isti idi o zaman. Köynəklərinizi soyundurmuşlar. Bəli, soyundurmuşdular. Çox isti idi. Yəni, vaqəyən, məsələn, o cəzirə ki, ərz eləyəm, hududu 50 dərəcə zat istisi var idi. Ki, bilirik ki, məsələn, bu uşaqların bu beli gün yandırmışdı ki, hətta bir 2 ay, 3 ayda ondan sonra onun yarası toxtama idi. Ki, gün o qədər isti idi vaqəyən cəzirədə. Bizi cabıcı elədilər Bəsriyə. Bəsriyə apardılar. Bura qədər icazə versəz dayanaq. Söhbət bundandır ki, Ağa Cavad Nihai bir hərbi məntəqədə əziz digər qardaşlarla müharibədə idilər və kimyəvi silaha məruz qalırlar. Bir çoxu da şəhid olur, bir çoxu da yaralanır və o cümlədən Cavad Nihai bir neçə qardaşının, 34 qardaşının əsir düşürlər və İraq bəsiləri bunları aparırlar Bəsrəyə ki, sonra görəcəyik Bəsrədən sonra nələr